Salam, hər vaxtınız xeyir olsun. Təzyiq sahələri ilə bağlı belə bir sual var. Gəlin sualın şərtinə baxaq. Sualın şərtində qeyd olunur ki, sxemə əsasən yüksək təzyiq mərkəzlərini göstərin. Birinci və ikinci şəkildə biz nəzər yetirəndə görürük ki, burada siklon və antisiklon öz əksini tapır. Birinci şəkildə hava axınları kənardan mərkəzə doğru istiqamətlənmişdir. Burada siklonun şəkli göstərilmişdir. İkincidə isə hava axınları mərkəzdən kənara doğru istiqamətlənmişdir. Burada isə antisiklonun şəkli öz əksini tapır. Və bilirik ki, siklonun mərkəzində əsasən alçaq təzyiq sahəsi, antisiklonun mərkəzində isə yüksək təzyiq sahəsi formalaşır. Bizdən də yüksək təzyiq sahələrini soruşduğuna görə ikini cavabda götürəcəyik, amma biri cavabda götürmək olmaz. Üçüncü və dördüncü şəkildə nəzər yetirək. Burada havanın qalxan və enən hərəkəti göstərilmişdir. Bilirik ki, qalxan havada havanın təzyiqi alçaq təzyiq, enən havada isə havanın təzyiqi yüksək təzyiq sahəsi olur. Yəni, üçüncü şəkildə havanın enən hərəkəti müşahidə olunduğuna görə burada yüksək təzyiq, dörddə isə havanın qalxan hərəkəti müşahidə olunduğuna görə burada alçaq təzyiq müşahidə olunacaq. Bizdən də yüksək təzyiqi soruşduğuna görə 3-ü cavabda götürəcəyik, amma 4-ü götürmək olmaz. Cavabımız olar 2 və 3-cü olan A variantını götürmüş oluruq. Belə.